Peyğəmbər əleyhissalam səbir dağı idi. Ondan daha səbirli adam təsəvvür eləmək mümkün deyil də, düzdür, Peyğəmbərdən sonra. Deyirlər ki, qayıdır evə, kəniz gəldi, xəbər verdi, xanım Zəhranın vəziyyəti çətindir, ağırdır. Mən İmam Zaman ağanı dəvət eləmək istəyirəm. Son məclisə bilirəm ki, İmam Zamanın nəzəri bu məclisdə olub, hər an məclisdədir. Amma yenə də xüsusan qızın adından anasının bu məclisinə xüsusi nəzər eləməsini istəyirəm. Bizim yəqin ki, hamımızın xüsusi nəzərə ehtiyacımız var. Deyir ki, çıxıb gəlir evə tərəf, gördü ki, uşaq qaçar, nəfəsi kəsilər. İmam Həsənlə İmam Hüseyin belə gəlirlər ona tərəf. Baxdı, sual dolu baxışlarına. Adam hərdən bilir ki, nəsə olub, amma qorxur o söz eşitməkdən. Həzrət Əlinin vəziyyəti belə idi. Deyir, sual dolu baxışlarla uşaqlarına baxdı. Dedilər ki, ata heç nə demirik, nəfəsləri kəsilir. Ancaq tez özü evə çatdır. Tez özü evə çatdır. Yazırlar ki, bu sözü eşidəndə Əli yıxıldı yerə, özündən getdi. Bildi ki, Fatiməni itirir. Deyir, su səpdilər, Əlini özünə gətirdilər. Təsəvvür edin mənzərəni, Əli ayağı yalın küçəni qaçır, evə tərəf. Həsənlə Hüseyin də dalıcan qaçır. Mən daha demirəm, dünən dedim, bir dənə söz məni yandırır Həzrətlər. Deyir, cənazəni ki, qoydu qabağına, baxdı, dedi ki, ya Rəsulallah, mən bu cənazə ilə neyniyim? Uşaqlar məndən analarını istəyir. Mən onlara nə cavab verim? Mən bu cənazəni qəbrə necə aparım? Uşaqlardan necə ayırım? Nə cavab verim onların suallarına? Götür, deyir, evdən çıxardır cənazəni. Küçədə deyir, Zeynəb, balaca etdə Zeynəb. Qaça gəldi, ağlaya-ağlaya deyir, zülmət gecə, ana gedirsən hansı mənzilə? Qal bu gecəni bizi ilə, gündüz barı düşüyorlar. Ana gecə evə qayıdır hamı, sən hara gedirsən bizi tərk edib gecə vaxtı. Bir Zeynəbin bu ağlamağı məcbur elədi, Əli cənazəni qoydu yerə. Gəldi o balaca qızını qucağına aldı, nazın çəkdi. Dedi, qızım sən belə ağlasın, mən o bir uşaqları sakit eləyə bilmərəm. Anan Fatimə qardaşlarını sənə tapşırıb, baxma ki, sən balacasan, onlara analıq sən eləməlisən. Deyir, qoy gedim, gəlim, oturub ağlayarıq anan Zəhraya. Qaytardı xanım Zeynəbi. Mən dəfnin danışıram tarixdən, heç nə əlavə eləmək istəmirəm, heç nə. Tarix necə yazıb elə. Deyirlər, özü götürdü, qoydu xanım Zəhranı qəbrə. O qədər xanım arıqlamışdı, o qədər bədəni zəifləmişdi. Özü götürdü, qoydu, deyir, bir yerdən torpaq götürür, olcu ilə tökür Həzrət Zəhranın cənazəsinin üstünə. Torpaqla örtdü üstünü. Tarixdə belə yazırlar, deyir, Əli əlli torpaqdan çəkəndə dünyanın qəmləri ona hücum elədi. Adam bir işlə məşğul olanda başı qarışaraq elədi. Elə işi tamamladı, işi başa çatanda qəmlər hücum elədi ona. Elə ki, ayrıldı, əlini ayırdı torpaqdan, hiss elədi ki, tək qalıb, adamsız qalıb. Fatiməsizliyi hiss elədi həmin məqamda. Yazırlar ki, və ərsələt dumu'ahu alə xəddəy. Deyir, birdən sel kimi gözündən yaş axmağa başladı. Elə bil Əliyə birdən indi təzdən çatdı ki, Fatiməni itirir. İş o qədər çətin idi ki, deyirlər, qəbrin yanında 2 rükət səbir namazı qıldı. Allahın səbir dağı özünə səbir istədi Allahdan. Çətin vaxtında kimə pənah aparsın Əli?
Üzün dolandırdı Peyğəmbərin qəbrinə. Və havvələ vəcəhəhu ilə qəbri Rasulillah. Üzün dolandırdı Peyğəmbərin qəbrinə. Və qal, əssalamu aleykə ya Rasulallah. Salam verdi.